Herkese salamlayıram. Mən Nərmin Talibova, Ülüm Universitet Xəstəxanasının Onkologiya Hematologiya şöbəsində çalışıram və bu gün sizlərə Herkilo, Herki Ultralo süd vəzi xərçənginin müalicəsindən və son yeniliklər haqqında danışacağam. Ümumiyyətlə, her iki hüceyrə bölməsini süd vəzi xərçəngində tənzimləyən reseptorlardan biridir. Yüksək ekspresiyası aqressiv gedişatla əlaqəlidir və her iki və ona uyğun target preparatlar süd vəzi onkologiyasına gətirildikdən bu yana her iki ekspresiyası binar klassifikasiya ilə müəyyən edilib. Yəni, ya her iki pozitivdir, ya da her iki negativdir. Lakin bu yanaşma son illərdə dəyişməyə başlamışdır. Qısa bir məlumat vermək istəyirəm. ASCO və Amerika Patoloqlar Kollecinin HER2-ni dəyərləndirmək üçün bir belə deyək də sistemi var. Belə ki, HER2 ilkin olaraq membran protein kimi immunostekimiya müayinəsi vasitəsilə təyin olunur. Əgər 10%-dan çox hüceyrədə tam və sıx boyama varsa, biz bunu IHC 3+ skor adlandırırıq və bu HER2 pozitiv sayılır. İmmunostekimiya skorumuz 2 pozitiv olanda biz fiş müayinəsi təyin edirik. Əgər gen amplifikasiyası varsa, biz bunu pozitiv olaraq, fiş neqativdirsə neqativ olaraq dəyərləndiririk. Və skor 1 və skor 2 bizdə ümumiyyətlə HER2 neqativ adlanıb həmişə. Lakin indi biraz yanaşma dəyişib. HER2 low klassifikasiyasına baxdıqda isə, bu arada yenə ASCO-nun bu təsnifatı, yəni son təsnifatında HER2 low, ultra low anlayışı hələ daxil edilməyib, amma bu bizim üçün klinik praktikada önəmlidir və raporda low, ultra low yazılmasa da skorun hansı olmağı yazılmağı çox vacibdir və buna uyğun həkim gələcəkdə müalicə qərarı verə bilər. Belə ki, skor 2 fiş neqativ olan və skor 1 olan qrupu HER2 low adlandırırıq və skor 0 olan qrupda ümumiyyətlə 2 variant var. Yəni, ümumiyyətlə heç bir boyanma yoxdur. Bu halda biz bunu HER2 0 adlandırırıq və yaxud da çox zəif boyama var, sadəcə 10%-dan aşağı hüceyrələrdə biz bunu HER2 ultra low olaraq adlandırırıq. Yəni dediyim kimi, bu qrupda da hüceyrədə HER2 əslində zülalı var, lakin yüksək deyil və klassik HER2 pozitiv süd vəzi xərçəngi səviyyəsində deyil. Niyə bəs uzun illər bu əhəmiyyətsiz sayılırdı? Çünki köhnə HER2 dərmanları yalnız HER2 pozitiv 3+ xəstələrə təsir edirdi və HER2 low xəstələrdə effekt göstərmirdi. Buna görə də HER2 neqativ kateqoriyasına salınırdı. Yəni, praktik olaraq müalicə taktikamızı dəyişmədiyi üçün biz bunu bu cür ayırmaq ehtiyacı duymurduq. Lakin son çalışmalar göstərdi ki, hormon pozitiv, xüsusən də Destiny çalışmasında hormon pozitiv, HER2 neqativ metastatik süd vəzi xərçəngində 60-65% halda biz HER2 low-ya rast gələ bilərik, 20-25% halda HER2 ultra low-ya rast gələ bilərik. Əslində bu heç də az rəqəm deyil, hardasa 80-90% eləyir ki, hansı ki bu nəticəyə əsasən bizim bir yeni target dərmanımız var artıq. Bəs bunun proqnostik əhəmiyyəti nədir? Proqnostik marker kimi istifadə edə bilərikmi? Buna bağlı fərqli retrospektiv çalışmalar, sistematik reviewlar və s. olsa da, hal-hazırda bu, yəni bir proqnostik marker kimi çox istifadə olunmur. Sadəcə biz bilirik ki, bu meta-analizdən də çıxan nəticə bu idi ki, HER2 low daha çox, daha yaxşı xəstəliksiz sağ qalım və ümumi sağ qalımla əlaqəlidir. Düşünür ki, bu HER2 low-nun daha çox hormon pozitiv qrupda rast gəlməsi ilə əlaqəli ola bilər. Burada iki dərman var dərmanımız, Sakituzumab Govitecan, buna SG deyəcəm. Digəri isə Trastuzumab Deruxtecandır. Sakituzumab bu əslində TROP2 əleyhinə antiqor dərman konjugatıdır. Yəni bizim dərmanımızda antitropik hissə var. Bu xərçəng hüceyrəsi üzərində olan TROP2 molekuluna birləşir və onun digər hissəsi əslində bu irinotecan aktiv metabolitidir və hüceyrə daxilinə daxil olur. Topoizomeraza bir inhibitor rolunu oynayır.
Digər dərmanımız da oxşar mexanizmdəndir. Yəni bu da antiqor dərman konjugatıdır. Sadəcə bu herki əleyhinədir. Yəni trastuzumab hissəsi herki reseptoru ilə birləşir, deruxtecan hissəsi isə hüceyrə daxilinə daxil olur və bu da deməli topoizomerazə inhibitoru rolunu oynayır. Bizim əlimizdə bununla bağlı hansı çalışmalar var? Deruxtecanla bağlı trastuzumab, Destinity 4, Destinity 6 və DAISY çalışmasıdır. DAISY çalışması tək qollu çalışma idi və biz burada daha çox nəyə baxırdıq? HER2-nin 3 kohortu var idi. HER2 pozitiv, HER2 negativ və yaxud HER2 low olaraq dəyərləndirilmişdi. Oradakı ümumi belə deyək də cavab dərəcəsinə baxılırdı və göstərilmişdi ki, yəni her-iki pozitiv olan ekspresiyası, yəni yüksək ekspresiyalarda cavab dərsi 70% idi. Her-iki məsəl üçün negativ qrupda bu səhv eləmirəmsə 20 neçə faiz civarındaydı. Her-iki negativ qrupda isə her-iki low alt qrupuna da baxılmışdı. Orada təxminən 40% civarındaydı. Amma digər Destiny çalışması isə bu randomize faz 3 çalışması idi. Bir qrupa, yəni bu metastatik her-iki low daha öncə kimyoterapiya almış xəstə qrupunda trastuzumab deruxtecanı növbəti xətt müalicə kimi öyrənirdi bu çalışma və bu da göstərmişdi ki, deməli trastuzumab deruxtecan həm artmış sağ qalım və xəstəliksə ümumi sağ qalım və xəstəliksə sağ qalımla əlaqəlidir. Destinita 6-nı isə növbəti slaydda sizə danışacağam. Və sakituzumabla bağlı isə Ascent trialı var ki, biz bunu deməli triple negativ süd vəzi xərçəngində öyrənmişik və bu insanda Antoniyada isə hormon pozitiv HER2 negativ və bura HER2 low da daxildir. Qrupda da öyrənilən tədqiqatın nəticələri paylaşmışdı ki, bu barədə də indi danışacağım. Amma istəyirəm biraz daha klinik əhəmiyyətli bir məlumat verim bu iki böyük tədqiqata keçməmişdən öncə. HER2 low ilə bağlı ESMO-nun ekspert konsensusu var. Saytdan da tapa bilərsiniz bunu. Burada klinik praktik əhəmiyyətli məlumatlar verilir. Bunun tərifi nədir? Patoloji standart nədir? Və müxtəlif suallar verilir. O suallara müxtəlif cavab detallı şəkildə izah edilir. Mənim diqqətimi cəlb edən 2-3 məqamı demək istəyirəm. Birincisi, orada sual o idi ki, biz HER2 low ekspresiyasını yəni yeni tumor biopsiyasından mı baxmalıyıq, yoxsa əvvəlki biopsiya nəticələri bizə kifayət edirmi? Bu barədə bir sual müzakirə olunur və Destinity 4 çalışmasının nəticələri göstərib ki, 90% hallarda o cavab, yəni artıq olunmuş bir biopsiyadan əldə edilmişdi. 10% hallarda isə yeni biopsiya alınmışdı və onlardan hardasa 35%-i ilkin tumordan idi, qalanı isə metastatik ocaqdan idi. Lakin ümumiyyətlə çalışmalar göstərib ki, bunlarda uyğunsuzluq ola bilər. Belə ki, məsəl üçün bir çalışmada göstərilib ki, ümumi populyasiyada əgər səhv eləmirəmsə 40-45% her-iki sıfır tumorlar rekurrens zamanı her-iki skorunda artım müşahidə oluna bilər və yaxud 20-25% hallarda isə deməli her-iki məsələn low tumorlar, her-iki sıfır tumorlar ola bilər. Bu həm tumor heterogenliyi ilə bağlıdır, həm cavabın interpretasiyası ilə bağlı ola bilər və ümumiyyətlə nə dedilər, nə nəticəyə gəldilər ki, istənilən halda əlimizdə her-iki low nəticəsi varsa, nə vaxtsa olubsa, bu zaman biz bu dərmanı təyin edə bilərik xəstələrdə rahatlıqla. İkinci bir sual o idi ki, hormon pozitiv her-iki lowda biz trastuzumab deruxtecan mı təyin edək, yoxsa SC dərmanını təyin edək? Hansı birincidir? Təbii ki, bunları bir-birlə müqayisə edən tədqiqat yoxdur, əlimizdə datalar da yetərli deyil. Sadəcə biz Destinity, yəni 4 çalışmasının nəticələrinə uyğun olaraq deyə bilərik ki, ilkin seçenimiz trastuzumab deruxtecan olmalıdır. Lakin bilirik ki, Tropics çalışması da var. Tropics çalışmasında isə bu da deməli Tropics 2 çalışması SC dərmanını her-iki negativ hormon reseptor pozitiv xəstədə hansı ki 2 və daha çox xətt müalicə almış xəstələr olub, orada öyrənmişdi. Ona görə də biz bu nəticəyə əsasən də istifadə edə bilərik təbii ki, hormon her-iki low xəstələrdə, amma növbəti xətt müalicələrdə
deməli sakituzumab daha məsləhət görülür. İlkin xətt, yəni ilkin xətt müalicələrdə isə trastuzumab daha çox məsləhət görülür. Və digər məsələ odur ki, məsəl üçün trastuzumab fonunda proqres olarsa biz sakituzumab təyin edə bilərik. Əslində bu tövsiyə olunmur, çünki teoretik olaraq əslində hər iki dərmanın ümumiyyətlə bu arada bunu deyim ki, antibiotik drug konjugatların təsiri hədəfə yönəlik hissədən gəlmir. Daha çox o sitotoksik hissədən gəlir və bu iki dərmanın da sitotoksik hissəsi izomerazə inhibitorudur deyə əslində yəni tövsiyə olunmur ki, biri fonunda proqres olanda, məsələn trastuzumab fonunda proqres olanda sakituzumab istifadə olunsun. Lakin yenə də deyirəm, bəzi hallarda yenə də istifadə edilə bilər. Amma triple negativ HER2-lu xəstələrdə isə Ascent trialında daha çox deməli SC dərmanı istifadə edilmişdi. Ona görə SC-ni əvvəl verə bilərik, trastuzumab deruxsanı sonra da verə bilərik. Amma indi bizim əlimizdə olan tədqiqat haqqında da yenə danışacağam. Yəni də trastuzumabı da istifadə edə bilərik. Amma yəni bizim real praktikamızda nəyi tövsiyə edirik, hansını əldə edə biliriksə, onu istifadə etməyimiz doğru olar. Biraz təhlükəsizlik haqqında bu konsensusda çox danışılır və dediyimiz kimi yüksək hematogen təsirə malik olduğu üçün üçlü antihematik profilaktika təyin olunur və pnevmonitis, həmçinin interstisial alcer xərçəngi riski olduğu üçün xəstələrə xüsusən məlumatlandırma maarifləndirilməlidir. Simptomlarla bağlı xəstədə hər hansı bir yeni respirator simptom varsa müalicə kimi məlumatlandırılmalıdır və kompüter tomoqrafiya döş qəfəsinin 6-12 həftədən bir edilməsi tövsiyə edilə bilər və ikinci də anamnezində non-infeksiyoz akciğer interstisial akciğer xəstəliyi olan və yaxud ola bilər immunoterapiya bağlı pnevmonitis anamnezi olan xəstələrdə isə trastuzumabın istifadəsi tövsiyə edilmir. İndi keçək bizim San Antonio'da mən o kollegalarımız olsa çox detallı danışdılar. Təəssüf ki, mən hamısına baxa bilmədim. Deməli, sakituzumab Govitekanı kimi bu çalışmamız Ascent 7 tədqiqatıdır. Sakituzumab Govitekan kemoterapi ilə müqayisəli şəkildə ilkin xəttdə endokrin terapiyadan sonra hormon pozitiv, HER2 negativ, həmçinin burada HER2 low subqrupda olub, metastatik süd bəzi xərçəngində araşdırılmışdı. Dediyim kimi bizim bu qrup xəstəmiz hormon reseptor pozitiv HER2 negativ olub, heç bir kimyoterapiya almayıb. Hormon terapiyası müxtəlif şərtlərlə, yəni inclusion kriteriyalara baxıb bilə bilərik ki, almış xəstə qrupudur. Bir qrupuna həkimin seçiminə uyğun kapistabil, paklitoksid, naproxilitoksid təyin edilib. Digər xəstə qrupuna isə sakituzumab təyin edilir və burada stratification faktorları arasında HER2-nin yəni 0 olmağı, low olmağı və s. də müəyyən edilir və dediyim kimi həkimin seçimi olan qrupda deməli daha çox taksan, sonra isə kapistabil istifadə olunmuşdur və bu San Antonio'da təqdim olunan hallarda xəstələrin 20%-i müalicəni hələ ki müalicədə qalmışdı, davam etdirirdi. Onların 24%-i yəni SC qrupunda, 13%-i isə digər deməli qrupda olmuşdu. Və həmçinin yan təsirləri aşağı-yuxarı eynidir. Grade 3 yan təsirlər neytropeniya, leykopeniya, anemiya çox görülmüşdür. Və GCSF profilaktikası deməli SG qrupunda daha çox görülmüşdür. Və bu tədqiqat əslində bizə nəyi göstərdi? Göstərdi ki, sağ qalımda matur deyil nəticələrimiz, amma çox cüzi bir fərq ola bilər SC istiqamətində. Lakin xəstəliksiz sağ qalıma baxanda isə central review zamanı yəni statistik əhəmiyyətli fərq izlənməmişdi. Lakin investigator tərəfindən dəyərləndiriləndə xəstəliksiz sağ qalımında yəni cüzi fərq
üstünlüğü yəni SC tərəfdə olsa da, yəni bu da böyük statistik əhəmiyyətli olmamışdır. Ümumi olaraq biz bunu neqativ tədqiqat olaraq saya bilərik. Yəni dediyim kimi xəstəliksiz sağ qalımda böyük fərq olmamışdı. Ümumi sağ qalımda çox cüzi ilkin üstünlük olmuşdu, amma bu da yəni nəticəmiz hələ matur deyil. Respons rate-də, yəni ümumi cavab dərəcəsində hər iki qrup oxşar olmuşdu, lakin SC qrupunda bu cavab biraz uzun çəkmişdi və təhlükəsizlik baxımından, yan təsirli baxımından, yəni qruplar arasında elə bir fərq olmamışdı və sadəcə olaraq müalicəni yarım qoymaqda, yəni müalicə yarıda kəsmək SC qrupunda daha az müşahidə edilmişdi. Və dediyim kimi bu tədqiqat biz neqativ saya bilərik, amma SC dərmanı hormon pozitiv H2 metastasiz süd vəzi xərçənginə, hansı ki daha öncə endokrin terapiya və kemoterapiya alıb, növbəti yəni Tropics-2 çalışmasının nəticələrinə görə biz bu qrup, xəstə qrupunda SC dərmanını istifadə edə bilərik. Digər dərman haqqında danışmaq istəyirəm. Trastuzumab, hansı ki artıq trastuzumab FDA təsdiqi aldı. Hansı qrup xəstələrdə deməli hormon reseptor pozitiv, unresectable, metastatik, HER2 low və HER2 ultra low süd vəzi xərçəngi, hansı ki bir və daha çox endokrin terapiya fonunda proqresivləşmə müşahidə olunmuşdur. İstifadə dozası bədən kiloqrama 5,4 mg 3 həftədən 1. Bu bizə Destinity 6 çalışmasının nəticələridir. Dediyim kimi hormon pozitiv süd vəzi xərçəngi, HER2 low və ultra low qrupu bura daxil edilmişdir və bu xəstə qrupu kemoterapiya almamışdır. Bir qrup trastuzumab, digəri isə yenə də həkim seçimine bağlı olaraq kapestabilina, paklitaxel almışdı və biz görürük ki, trastuzumab deruxtecan qrupunda deməli xəstəliksiz sağ qalımda üstünlük əldə olunmuşdu 13-ün 8 aya və həmçinin biz ümumi sağ qalıma da baxanda görürük ki, həm HER2 low qrupunda, həm də HER2 ultra low qrupunda deməli trastuzumab deruxtecan alan qrupda ümumi sağ qalımda fərqlər müşahidə olunmuşdur və toksikliyi kimyoterapiya müqayisədə daha çox olmuşdur, daha çox ürək bulanma, daha çox yorğunluq müşahidə olunmuşdur, daha çox qusma müşahidə olunmuşdur və daha çox sitopeniyalar müşahidə olunmuşdur. Təbii ki, pneumonitis və interstisial ağcaq xərçəngi trastuzumab qrupunda daha çox müşahidə olmuşdur, amma bu çalışmada hər hansı bir diqqət cəlb edən, bilinməyən yeni toksik profil müşahidə olunmamışdır. Və dediyim kimi bu bizim üçün niyə əhəmiyyətlidir? HER2 ultralowda ilk dəfə təsdiqlənən bir dərmandır. Yəni ilk dəfə FDA HER2 ultralowda bir dərman təsdiqləmişdi və HER2 ultralow alt qrupunda nəticələr eksplorator olaraq müəyyən edilmişdi. Ona görə nəticələri biraz diqqətlə təhlil eləməyə ehtiyac var və düşünürük ki, yaxın gələcəkdə daha böyük tədqiqatlar HER2 ultralow qrupunda aparılacaq. Nəticə olaraq nə nəticəyə gəlmişdilər? Dediyim kimi DB, yəni Destiny Breast 6 trialının nəticələri HER2 low və HER2 ultralow süd vəzi xərçəngində, hormon pozitiv süd vəzi xərçəngində endokrin terapiya sonrası, yəni bunu növbəti etapda təsdiqləmişdi və dediyim kimi ilk dərman olmuşdu. HER2 ultralowda effektli olub. Bəs HER2 nul olan qrupda necə olmuşdu? Yəni heç bir membran boyaması yoxdur. Bu qrup xəstələr Destinity 6 çalışmasına daxil edilməmişdi və bu qrup xəstələrdə də gələcək tədqiqatlara ehtiyacımız var. Diqqətiniz üçün təşəkkür edirəm və üzrxahlıq edirəm məndən asılı olmayan səbəblərdən. Burada iş saatı ümumiyyətlə nəsə etmək çox risklidir. Çünki səni hər an hansısa bir işə
çağıra bilərlər. Kimisə əvəz eləmək istər ambulansda olsun, istər tumor boxda olsun və gözlənilməz hallar həmişə müşahidə olunur. Siz videoya qulaq asa bilərsiniz. Mən çalışdım, belə deyək, daha çox klinik praktikada necə istifadə edə bilərik, o barədə məlumat verim. Çünki biz bu hələ də çox aktiv istifadə edə bilmirik, dərmanlar bahalı olduğu üçün. Amma hər hansı bir sualınız olarsa, mənim email adresimə də yaza bilərsiniz və yaxud da qrupa yaza bilərsiniz. Sevərək cavablandıraram. Diqqətiniz üçün təşəkkürlər. Gecəniz xeyrə qalsın.